Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük kanalımda. Bugün demin ikinci hissə, daha doğrusu 20 testindən, 20 sınaqdan ikinci sınağı işləyəcəyik. İlk öncə başlayaq birinci testdən vaxt itirmədən. Deməli, yerli vaxt əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən edin. Çox sual paylaşa bilmirəm, tez-tez paylaşım eləyə bilmirəm, bilirəm ki, siz də məni başa düşürsünüz, çünki vaxt olmur, vaxt itkisi olur məndə, vaxt olmur qəti şəkildə, heç cür çatdıra bilmirəm. 5 dəqiqəlik vaxt tapıb tez bunu sizlərlə paylaşmaq istədim. Deməli, baxırıq A, B və C məntəqələrinə. Bir dənə A-nın həm yerli vaxtını veribdir, hansı coğrafi uzunluqda yerləşib, bir də onu veribdir. Biz onu əsasən B-ni də, C-ni də təyin eləyəcəyik. Deməli, uşaqlar 20 saat 20:20-dir B-də, amma A-da 15:40-dır. Vaxt baxımından hansı irəlidədir? Təbii ki, B məntəqəsi. Deməli, həm də B məntəqəsi A-dan şərqdə yerləşir. İlk öncə aralarında zaman fərqini tapaq uşaqlar. Zaman fərqini yəqin tapılmasını bilirsiniz. Burada 20-dən 40 çıxa bilmirəmsə, biz buradan 60-ın birini verəcəyik, yəni 1 saat verəcəyik. Bu olacaq 80. Düzdürmü? 80 eləyəcək. Üzərinə 80-dən daha doğrusu 40 çıxanda 40 eləyəcək və burada qaldı 19 saat. 19-dan 15 çıxanda 4 qalacaq. Deməli, bir daha yazırıq. Bir daha yazaq. Deməli, 20. Bunu qırmızıya çevirək. 20-20-dən çıxdıq 15-40-ı. Zamanımız elədir. Deməli, 4, 80-dən də 40 çıxdıq, 4-40 elədi. Bu 4-40-ı biz asanlıqla yəqin ki, dərəcəyə çevirməyi bilirik. Dəqiqəni 4-ə bölürük, dərəcəni isə saata çevirmək üçün, yəni saatı da 15-ə vururuq, dərəcəyə çevirmək üçün daha doğrusu. 4-ü 15-ə vuranda 60 eləyəcək, 40-ı 4-ə böləndə 10 dərəcə eləyəcək və bunları sonda toplayacaq. Bu eləyəcək 70 dərəcə. Cavabımız 70 dərəcə deyil, sadəcə olaraq B məntəqəsi A-dan 70 dərəcə şərqdə yerləşir. Deməli, A-mız 30 dərəcə şərqdirsə, B-miz olacaq 70 üzərinə gələndə eləyəcək 100 dərəcə şərq uzunluğu. Eləcək 100 dərəcə şərq uzunluğu. Deməli, B məntəqəmiz olacaq 100 dərəcə şərq uzunluğu. İndi təyin eləyək C məntəqəmizi. Onu da B-yə əsasən təyin eləyə bilərik, fərqi yoxdur. 21:00-dan biz çıxacaq 20:20-nə. Deməli, bu 60 versə bura, 60-dan 20 çıxacaq 40. Elə 40 dəqiqə eləyir. 40 dəqiqədirsə həmişə 4-ə bölürük. Saatımız yoxdursa 4-ə bölürük. 10 dərəcə daha şərqdə yerləşir. Çünki zaman baxımından irəlidədir. Burada meridianımız 100 dərəcə şərq uzunluğudursa, onda C məntəqəsi bundan 10 dərəcə daha şərqdə olacaq. Yəni 110 dərəcə şərqdə yerləşəcək. Və buna görə də biri 100, biri 110-dursa cavabımız elə burada nə olacaq? Nə variantı? B variantı olacaq. İkinci sualımıza baxaq. İkinci sualımız buradadır. Sxemə əsasən yanlış bəndi müəyyən eləyin deyir uşaqlar. İlk öncə oxusaq, A məntəqəsi 23-cü saat qurşağında yerləşir. A məntəqəsi 23-cü saat qurşağının uşaqlar meridianını təyin eləmək üçün ümumiyyətlə istənilən saat qurşağı meridian təyin olunanda şərq və qərb sərhədlərini müəyyən eləməyi yəqin ki, hər biriniz bilirsiniz. İlk öncə 12-dən böyük rəqəmdirsə 24-dən çıxırıq biz. 24-dən 23-ü çıxacağıq. Eləcə 1. 1-i də 15-ə vuracağıq. 15 dərəcə eləyəcək. Deməli, nə edəcək? 24-dən 23 çıxdıq, 1 elədi. 1-i vuracaq 15-ə. Bir dəqiqə. 1-i vuracaq 15-ə. Bu eləcək 15 dərəcə. Amma 15 dərəcə şərq olmaz. Çünki 23-cü saat qurşağı şərqdə yerləşə bilməz. 23-cü saat qurşağı 12-dən böyük rəqəmdirsə, ümumiyyətcə qərb yarımkürəsində yerləşir. Deməli, 13-lə 23 arası qərb yarımkürəsidir. 15 dərəcə qərb uzunluğudur. Amma fikir versək, A məntəqəsi 20 dərəcə qərbdə yerləşir. Onda belə çıxır ki, 20 dərəcə qərb uzunluğu 23-cü saat qurşağına aid deyil. Əlbəttə ki, aiddir. Bunu necə təyin eləyəcək? 15 dərəcənin üstünə bir dəfə 7.5 gələcək uşaqlar. Bir dəfə 15 dərəcədən 7.5 çıxacaq. Yəni, kənar sərhədlərini təyin etmək istəyiriksə, 15 dərəcə tapdığımız rəqəm isə bir dəfə 7.5 gəlir, bir dəfə 7.5. Sual olsa ki, 7.5 nədir? 7.5 15-in yarısı deməkdir. Buradakı 15-dən söhbət getmir. Məsəl üçün, gəlin Bakını təyin eləyək tez 2 dəqiqədə. Bakı 3-cü saat qurşağının orta meridianı yox, sadəcə 50 dərəcə şərq uzunluğunda yerləşir. Yəni 3-cü saat qurşağında yerləşir. 3-cü saat qurşağının orta meridianı tapmaq üçün 3-ü 15-ə vurmaqla kifayət edir. Bu orta meridiandır. Bu orta meridian baxın buradadır 45. Ancaq kənar meridianları var. Bunun həm də kənar meridianı var ki, bunların hamısının cəmi birlikdə 15 dərəcə eləməlidir. Deməli 45 dərəcədən 15 dərəcə 7.5 dərəcə şərqə
eləcək 52.5. Bir də 7.5 qərbə çıxmalıyıq. Yəni qərb uzunluq yox, sadəcə 45-dən də 7.5 çıxmalıyıq. Bu da eləcək 37.5. Deməli, bu məntəqələrdə deməli, yəni 37.5 ilə 37.5 ilə 52.5 arası hamısı 3-cü saat qurşağına aiddir. Sadəcə orta meridian deyil də. Ona görə də Bakı 50 dərəcə şərq uzunluğunda yerləşsə də 3-cü saat qurşağında yerləşir deməkdir. Bax, belə hesablanır. Ona görə də A variantı doğrudur. B-də deyir ki, D məntəqəsinin yerli vaxtı ilə C məntəqəsinin yerli vaxtına 2 saat 40 dəqiqə. D-də deyir, C-dən 2 saat 40 dəqiqə irəlidədir. Gəlin təyin edək, bir dənə tez baxaq. Deməli, D məntəqəsi şərqdə yerləşir. İrəlidə ola bilər, ancaq baxaq görək neçə dəqiqə. C məntəqəsi 60-da yerləşir. D məntəqəsi 20 qərbdir. D məntəqəsi 60 qərbdir. D C-yə nisbətən daha şərqdə yerləşdiyi üçün zaman baxımından onsuz ki, irəlidədir. Baxaq görək 2 saat 40 dəqiqəni ala bilirikmi? 60-dan ilk öncə çıxacaq, deməli 20-ni, bu eləcək 40 dərəcə. Biz 40 dərəcəni dəqiqəyə çevirmək üçün 15-ə böləcəyik. 3 dəfə düşmür, 2 dəfə düşür. 30, qalığımız düşəcək 10 və bu qalığı biz 4-ə vurmalıyıq hər zaman. Qalığı 4-ə vuranda 40 eləyəcək. Bəli, 2 saat 40 dəqiqə vaxt fərqi var. 23 sentyabrda deyir ki, C və D məntəqələrinə günəş şüaları fərqli bucaqla düşür. 23 sentyabrda günəş bilirik ki, harda zenitdədir? Ekvator xətti üzərində zenitdə olur, düzdürmü? O zaman D məntəqəsinə də baxırıq uşaqlar. Deməli, C məntəqəsinə baxırıq. Burada 15 dərəcə cənub enliyindədir. D məntəqəsi 15 dərəcə şimal enliyindədir. Bunlar ekvatordan eyni məsafədədir. Yəni günəşdən eyni məsafədə yerləşirlər də. Ona görə də eyni bucaq altına da düşəcək günəş. Çünki şimal və cənub yarımkürəsini bərabər işıqlandırır. Ona görə C variantı bizim sualımızın səhv cavabıdır. Yəni variantımız, yəni də cavabımız belə deyək, C variantıdır. Onsuz ki, səhv istəyir bizdən. 21 martda 23 sentyabra qədər F məntəqəsində gecənin uzunluğu çox olur. 21 mart, yəni yazdan gələn payıza qədər F məntəqəsində gecə uzundursa, deməli bu məntəqə şimal qütbündə yerləşir. Şimal qütbü, üzr istəyirəm. 21 martdan, 23 sentyabr. Günəş şimaldadır deyə, 21 martdan 23 sentyabra qədər günəş şimala gedib təzədən qayıdacaq deyə, cənub yarımkürəsində, cənub qütbündə yerləşir. Amma desə 23 sentyabrdan 21 marta qədər gecənin uzun olduğu, biz A-nı götürəcəyik. Və yaxud da sualı belə verərdi. 21 martdan 23 sentyabra qədər gündüzün uzunluğunun çox olduğu. Gündüz uzunluğu günəş şimalda olduğu üçün 21 martdan 23 sentyabra qədər günəş şimal qütbünə daha yaxın, yəni şimal yarımkürəsində olduğu üçün A-da gündüzün uzunluğu çox olacaqdır uşaqlar. Y-dədir ki, B və Y məntəqələrinin yerli vaxtı Bakı şəhərindən yerli vaxtdan geridir. B, Y məntəqələri Bakı şəhərindən. Daha görə B, Y bir dəqiqə, Bakı şəhəri bilir ki, 50 dərəcə şərq uzunluğundadır, amma B, Y məntəqələri yerləşir uşaqlar 20 dərəcə şərq uzunluğunda. Ona görə zaman baxımından Bakı şəhərindən həqiqətən də nə olacaq? Geridə yerləşəcək. Üçüncü sualımıza baxırıq. 21 mart, 23 sentyabr tarixlərində gündüzün uzunluğu daha çox olan məntəqələri istəyir uşaqlar. 21 martdan 23 sentyabr tarixlərində, yəni günəş deməli yenə də şimal yarımkürəsinə doğru gedib qayıdır. 21 martda ekvator üzərində zenitdədir. Ekvator üzərində 21 martda 3 ay gedib, düşünün ki 3 ay gedəcək və 3 aydan sonra qaydanda yenə 23 sentyabrda günəş yenə ekvator xətti üzərində zenitdə olmuş olacaq. 3 ay getdi, 22 iyun oldu. Yenə 3 ay qaydacaq, 23 sentyabr olacaq, yenə ekvator üzərində zenit. Yəni şimal yarımkürəsində olacaq qısacası. Şimal yarımkürəsi olanda da gündüzün uzunluğu çox deyilsə uşaqlar, qütbə yaxın əraziləri götürə bilərik biz. Şimalda ən maksimumda, yəni qütbə nə qədər yaxın yerləşirsə gündüz bir o qədər uzun olur. Çünki qütb gündüzləri şimal qütb dairəsindən yuxarıda olur. Demək 1, 2, 6 D variantı sualımızın cavabı olacaq 3-cü sualda. 4-cü sualda deyir ki, yer planeti yarandığı ilk vaxtlarda onun səthinə çoxlu iri asteroidlər və meteoroidlər düşməsinin səbəbi nə idi? Səbəb əlbəttə ki, orada yerin maqnetizmi zəif olub deyə meteoroidlər, asteroidlər istədiyi formada düşə bilirdilər. Sərbəstçilik idi deyə, yəni. 4-də olacaq D variantı. 5-ci sualda Eyler-Venn diaqramına əsasən uyğun. Burada çoxlu məsələlər var. Görürsünüz ki, saat qurşaqlarına aid. Kim saat qurşaqlarına zəifdirsə, bu dərsimizi mütləq izləməlidir ki, bu dərsimizdə inanıram ki, hamınız, yəni bütün suallarınıza cavablandırılacaq bu dərsimizdə. Eyler-Venn diaqramına uyğun bəndləri istəyir. Şimal qütb dairəsi və cənub qütb dairəsi. Deməli, şimal qütb dairəsi və cənub. Şimal qütb dairəsi 66.5 dərəcə şimaldır. Cənub qütb dairəsi 66.5 dərəcə cənub enlidir. 3 qitəni kəsib keçir. Bəli, bu şimal qütb dairəsinə aid xüsusiyyətdir. Çünki şimal qütb dairəsi hansı qitələrdə? Şimali Amerikada, Avropada və Asiyada 3 qitəni kəsir. 60 və 70 dərəcə cənub enlikləri arasında yerləşir. Təbii ki, bu söhbət cənub qütb dairəsindən gedir. Yay gündönümü günü qütb gündüzü müşahidə olunur. Yayda qütb gündüzləri təbii ki, şimal qütb dairəsində müşahidə olunacaq. Yaz gecə gündüz bərabərliyi günə günəş şüalarının 23.5
Yaz gecə gündüz bərabərliyi günü günəş şüaları 23.5 dərəcə bucaq altında. Yazda da payızda da 23.5 dərəcə bucaq altına düşəcək həmin məntəqələrə, yəni hər ikisinə aiddir. Ekvator xətti üzərində olur. Ona görə də şimalda nə baş verirsə, cənubda da o baş verir. Sadəcə bir fərq var ki, şimalda gündüzlər uzanmağa doğru gedir, gecələr cənubda qısalır. Bir də ki, uşaqlar, deməli şimalda yaz fəslidir, cənubda amma payız fəslidir. Deməli yaz gecə gündüz bərabərliyi dedik ki, hər ikisinə aiddir. Qış gün dönümü günü günəş şüaları 47 dərəcə bucaq altında düşür. Deməli bunu necə tapa bilərik? Uşaqlar, qış gün dönümündə günəş şüaları 47 dərəcə bucaq altında düşürsə, bu cənub qütb dairəsinə aiddir. Söhbət, deməli cənub qütb dairəsinə 5 yazaq. Qış gün dönümündə günəş cənub yarımkürəsində yerləşir. Qış gün dönümündə şimal qütb dairəsindən yuxarıda artıq qütb gecələri müşahidə olunur. Sırf burada, yəni ən kiçik bucaq 1,23,5 dərəcə bucaq altına düşə bilər qütblərə. Və qış gün dönümü, daha doğrusu ən böyük bucaqla, amma deməli maksimum bucaq isə 23,5 dərəcə ola bilər. 5 olacaq, deməli nəyə? Cənub qütb dairəsinə. Cavabımız 3, 1, 2, 5 və 4 hansı varianta uyğun gələcək? C variantına uyğun gələcək. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti nə idi? İlk şərt oldu ki, yerlə günəş arasında məsafə münasibdir uşaqlar. Yerdə həyat buna görə formalaşa bilir. Niyə görə digər planetlərdə yoxdur? Çünki ya çox yaxındır, ya çox uzaqdır və sonradan həm də ki atmosfer var. Deməli 7-ci sualda A məntəqəsində 10 dərəcə şimal enliyi və 130 dərəcə qərb uzunluğunun kölgəsi olmadığı zaman çox maraqlı məsələdir. Bir dənə diqqətlə baxaq. Deməli 10 dərəcə şimal enliyi və 130 dərəcə qərb uzunluğunda kölgə yoxdur. Kölgə yoxdursa deməli uşaqlar, günəş burada zenitdədir və günorta vaxtıdır, saat 12-dir yəni. Günorta vaxtı bilirik, axı günəş harda zenitdədirsə, günorta vaxtı cisimlərinin kölgəsi sıfıra bərabər olur, kölgəsi olmur. Bu da hansı enliklərdə ola bilər? Ancaq şimal, cənub tropik xəttləri arasında ola bilər bu proses. Yəni 1 dərəcə belə yuxarı qalxsan, burada mümkün deyil. Yəni kölgə mütləq olacaq. İstir günorta olsun, istir axşam olsun, kölgə mütləq olacaq. Deməli 10 dərəcə şimal enliyi, 130 dərəcə qərb uzunluğu. Fikir versək, Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir uşaqlar. Məntəqə 130 qərb uzunluğunda. Bax, həmişə buna fikir verin uşaqlar. 130 bu, 50 bu. Deməli bunlar eyni meridian çevrəsinin üzərindədirlər. 50 şərqlə 130 qərb eyni meridian çevrəsi. Məsələn, desək ki, 20 şərq uzunluğu. 20 dərəcə şərq uzunluğu əks meridianı olacaq. 160 dərəcə qərb uzunluğu eyni meridian çevrəsinin üzərində yerləşirlər. Deməli, burada zenitdə saat 12-dirsə uşaqlar, Bakıda nə ola bilər? Eyni meridian çevrəsi üzərində olan məntəqələrdə bir qayda olaraq yadınızda qalsın, 180 dərəcə fərq olduğu üçün, deməli, bu 12 saat eləyir. Yəni, 12 saat fərqləri var. Bəs hansı irəlidədir sizcə? Təbii ki, burada saat 12-dirsə, 130 dərəcə qərb uzunluğunda saat 12-dirsə, Bakı şərqdə yerləşir. Əlbəttə ki, şərqdə yerləşən məntəqə zaman baxımından irəlidə olacaq. Neçə saat? 12 saat irəlidə olacaq. Ona görə də 12:00-ın üzərinə 12:00 gələcək. Cavabımız olacaq A variantı, yəni 24:00 Bakıda yerli vaxtında olacaq 24:00. A variantı sualımızın cavabıdır. Ümumilikdə belə yadınızda saxlayın. Məntəqələr verə bilər, coğrafi enliyi, coğrafi uzunluqları fərqli olar və aralarındakı məsafəni istəyər bizdən. Dərhal nəyə baxacağıq biz? Coğrafi uzunluqlarına baxın ki, həmin məntəqələr əks meridianlardır. Sadəcə eyni meridian çevrəsinin üstündədirlər. Məsələn, deyək ki, biri 30 şərq uzunluğunda yerləşirsə, digəri mütləq 150 qərbdə yerləşəcək. Və yaxud da biri 80 şərq uzunluğudursa, digəri 100 dərəcə qərb uzunluğunda yerləşəcək. Eyni meridian çevrəsinin üstündədirlər. Ona görə qütblərdən keçməklə qısa məsafəni tapacaq. Ona aid də məsələlər işləyər inşallah. 8-ci sualımızda, deməli 7-ci cavab oldu A variantı. 8-ci sualda xəritə sxemdə qeyd edilmiş məntəqələrin hansıdır? 22 iyunda gündüzün uzunluğu daha az olacaq. 22 iyunda günəş şimal tropik üzərində zenitdə olacaq. Təxminən bax bu enlikdə zenitdə olacaq. Gündüzün uzunluğunu az deyirsə, deməli maksimum gündüz harda müşahidə olunur? Təbii ki, qütblərdə. Qütblərdə 6 ay gecə, 6 ay gündüz. Yəni maksimum gündüzlə maksimum gecə də burada olacaq. Sadəcə gündüzün uzunluğunun az olduğu deyirsə, biz maksimum cənuba getməliyik. Ən cənubda yerləşən məntəqədə 5-cidir. Cavabımız olacaq 8-də B variantı. 9-cu sualda ümumiyyətcə yadınızda qalsın, günəş hara daha böyük bucaqla düşürsə, kölgə azalır. Məsələn, ekvatorda zenitdə olursa, 90 dərəcə bucaqla düşür də. 90 dərəcə bucaqla düşdüyü üçün uşaqlar, burada kölgə sıfıra bərabərdir. Hansı məntəqəyə 60 dərəcə bucaqla düşsə, kölgə, görürsünüz, böyük bucaqla düşür də, kölgə özündən 2 dəfə kiçik olacaq. Elə ki, düşmə bucağı ilə kölgə tərs mütənasibdir. 30 dərəcə ilə düşəndə 2 dəfə böyük olacaq kölgə. 2 dəfə böyük, öz boyundan 2 dəfə böyük olacaq. 45
45 dərəcə ilə düşəndə öz boyuna bərabər olacaq. Yadınızda qalsın. Bunu özünüzdə qeyd kimi götürün. 60 dərəcə bucaqla düşürsə, kölgə özündən 2 dəfə uzun olacaq. Daha doğrusu qısa olacaq. 30 dərəcə bucaqla düşürsə 2 dəfə uzun olacaq. 45 ilə düşürsə bərabər olacaq. 90 ilə düşərsə təbii ki, 0-a bərabər olacaq. Kölgəsi olmayacaq. 9-cu sualda yerli vaxtı Bakı şəhərindən 8 saat irəlidə olan məntəqənin aid olduğu saat qurşağı. İlk öncə 8 saat neçə dərəcə deməkdir? Bunu tapmaq üçün 8-i 15-ə vuracaq 120 dərəcə. 120 dərəcə irəlidə deyirsə, Bakı 50-dir də, düzdür uşaqlar? 120 dərəcə şərqdə yerləşməlidir bu məntəqə. Nəyi düz tapmadıq baxaq. Bir də Bakı şəhərindən yerli vaxtda 8 saat irəlidə olan məntəqə. Bakı yerləşəcək 50 dərəcədə. Orta meridianı, bax bu sözə görə görürsünüz, tapa bilirik. Bu 170 dərəcə eləyəcək. 170 dərəcə axı orta meridian deyil. 170 dərəcənin bəs orta meridianı nədir? Ümumiyyətlə hansı saat qurşağına aiddir? Bunu tapmaq üçün 15-ə bölürük. Bir dəfə 15, qalıq 20, yenə bir dəfə düşəcək. 15 qalıq 5. Qalıq 7-15-dən kiçikdir. Ümumiyyətlə bu 11-ci saat qurşağı eləyir də. 170 dərəcə 11-ci saat qurşağında yerləşir. Bəs 11-ci saat qurşağının orta meridianı necə tapaq uşaqlar? Saat qurşağını 15-ə vurmaq kifayətdir. Bu da eləcək 165 dərəcə şərq uzunluğu. 11-ci saat qurşağı 12-dən kiçik olduğu üçün elə şərq yarımkürəsində yerləşir. Əgər 12-dən böyük olsaydı, biz qərb yarımkürəsində götürəcəkdik. Məsəl üçün 13-cü saat qurşağı olsaydı, onda biz qərb yarımkürəsində mütləq 24-dən çıxıb 15-ə vuracaq ki, qərb yarımkürəsində tapaq. Sonra 10-cu sualda A məntəqəsi 20-ci saat qurşağının orta meridianından 20 dərəcə qərbdədir. Gəlin A məntəqəsinin yerləşdiyi saat qurşağına baxaq. 20 görürsünüz 12-dən böyükdür. Deməli 24-dən çıxdıq tez 20-ni. Bu eləcək 4. 4-ü vururam 15-ə ki, saata çevirəm. Daha doğrusu dərəcəyə çevirəm. 60 dərəcə. Şərq yazım, qərb yazım. Yaza bilmərəm şərq. Çünki şərqdə yerləşmir məntəqə 12-dən böyükdür, qərbdədir. Həm də 24-dən çıxdığımız üçün bilməliyik ki, bu qərb uzunluğudur. Qərb uzunluğunda yerləşir. Bu meridianla deyir ki, 20 dərəcə qərbdədir. 60-dan hələ bir 20 dərəcədə qərbə getməliyik. Biz deməli hara gedəcəyik? 80 dərəcə qərb uzunluğuna gedəcəyik. Düzdür? 80 dərəcə qərb uzunluğuna gedəcəyik. Ancaq 80 dərəcəni istəmir də bizdən. Deyir ki, hansı aralıqda yerləşəcək? Hansı, yəni saat qurşağı, ilk öncə saat qurşağını tapaq, 80 dərəcə hansı saat qurşağında yerləşir, onu tapacağıq. Ondan sonra onların sərhədlərini tapacaq. Görürsünüz, o sərhəd məsələlərini artıq ikinci dəfədir yer ayırıblar. Deməli, biz ilk öncə 80-i tapaq görək, 80 hansı saat qurşağında yerləşir. 80-i 15-ə böləndə 5 dəfə 75 eləyəcək. Qalıq 7-15-dən kiçikdir deyə 5-ə əl vurmuram. Sadəcə qərbdə yerləşdiyi üçün 24-dən 5 çıxıram. Deməli, orta meridianı, bu məntəqənin orta meridianı ümumiyyətcə 75 dərəcədir də. 15-ə vuranda 75 tam düşürsə, deməli 5-i vuranda 15-ə, bu eləcək 75. Deməli 75 qərb uzunluğu. Bu da ehtiyac yoxdur hansı saat qurşağında yerləşməyə. 15-i 5-ə vuranda 75 eləyir, düzdür? 75 dərəcə qərb uzunluğu bunun orta meridianıdırsa, bayaq dediyim kimi, əgər 75 dərəcə orta meridianıdırsa, sərhədlərini tapmaq istəyirsə, bir dəfə 7-15 gəlin, bir dəfə 7-15 çıxın. Toplayanda 82,5 eləyəcək, çıxanda isə 67,5 eləyəcək. Cavabımız təbii ki, Y variantı olacaq. Bu məsələyə bir daha toxunmaq istəyirəm. Deməli, 20-ci saat qurşağının orta meridianından 20 dərəcə qərbdə yerləşirsə, 20-ci saat qurşağının orta meridianı təyin etmək istəyirəmsə, birinci 24-dən 20 çıxdıq, bu 4 elədi. 4-ü vuracaq 15-ə eləyəcək 60. Amma 20 dərəcə qərbə gedirəmsə, deməli 80 dərəcə qərbdəyim. Amma 80 dərəcə qərb orta meridian sayılmır. Çünki 15-i qalıqsız bölünən rəqəmlər orta meridian deyil uşaqlar. Gərək, daha doğrusu qalıqlı bölünən rəqəmlər orta meridian deyil. Gərək deməli 15-i qalıqsız bölünə ki, həm orta meridian olar, həm yerli vaxtında qurşaq vaxtı üst-üstə düşə. Onlara da yer ayırmağa çalışacağam. Deməli 80 dərəcə təyin etmək istəyirəm ki, hansı saat qurşağının ümumiyyətcə meridianıdır. Bunu tapmaq üçün 5 dəfə 75 eləyəcək. Görürsünüz 5 dəfə tam düşdü. 5-i vuracaq 15-ə, deməli söhbət 75 dərəcə qərbdən söhbət gedir. 75 dərəcə qərb uzunluğunda yerləşən bir saat qurşağının kənar meridianlarını təyin etmək üçün neynədik? Bir dəfə 7-15 gəldi üzərinə, bir dəfə 7-15 çıxdıq. Bu 80 dərəcəni niyə görə hesablamadıq? Çünki 80 dərəcə heç bir saat qurşağının orta meridianına düşmür. Tapmaq üçün bax bu tamı, neçə dəfə tam yerləşdi ya. O tamı vuracaq 15-ə, orta meridianını biz təyin edəcəyik. Daha sonra 7-15 şərqə,
7-5 qərbə tapmaq üçün toplayırıq. Bir dəfə də çıxacaq cavabımız olacaq Y variantı. 11-ci sualda, deməli, dəfələrlə topluda elədiyiniz suallardan da yerin sistemindəki vəziyyətinə uyğun doğru ifadələr istəyir. Günəş gördüyünüz kimi uşaqlar şimal qütb dairəsini işıqlandırırsa, yəni qütb gündüzlərcə hansı tarixdən söhbət gedir? Əlbəttə ki, 22 iyun yay gün dönümündən söhbət gedir. Yazıb cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur. Təbii ki, bir doğrudur. Yay gün dönümündə cənub yarımkürəsində ən uzun gecədir, şimalda isə ən qısa gecədir və yaxud da ən uzun gündüzdür. Bir düzgündür. Şimal yarımkürəsinə ən qısa gündüz müşahidə olunur, əksinə ən uzun gündüz müşahidə olunur. Günəş 23,5 dərəcə cənub yox, şimal enliyində zenitdədir. 66,5 dərəcə şimal enliyindən şimalda, bəli, qütb gündüzləridir, doğrudur. Və cənub yarımkürəsində yay fəslidir. Cənubda yox, şimal yarımkürəsində yay fəslidir. Və günəş şüaları Bakıya 73,5. Bəli, yay gündönümdə günəş Bakıya 73,5 dərəcə, qışda isə 26,5 dərəcə bucağından düşür. Bunu da nədən təyin edirik? 90 dərəcə çıxılsın, coğrafi enliyi, Bakının coğrafi enliyi 40-dır. Əgər məntəqə ilə günəş eyni yarımkürədədirsə, üstə gələcək. Bu eləyəcək elə 73,5. Əgər qışda isəydi, məntəqə ilə günəş fərqli yarımkürədədir. Onda biz 90 çıxılsın 40 və çıxılsın 23,5 eləyəcəyik. Deməli, fərqli yarımkürə olanda 23,5-i çıxacaq. Eyni yarımkürə olanda 23,5 ilə toplayacaq və bu da eləyəcək 26,5. Bunu əzbər bilməliyik. Bakıya maksimum 73,5, minimum 26,5 dərəcə bucağından düşür və 11-ci sualımızın cavabı ona görə 1, 4, 6 B variantı oldu. 12-ci sualımıza diqqətlə baxaq. Deyir ki, cismin kölgəsi, bax dediyim kimi, kölgə nə qədər uzundursa, deməli cisimdə ona, yəni günəş şüaları daha kiçik bucaq altına düşür. 22 iyunda günəş şüalarının kiçik bucaq altına düşdüyü məntəqə sizcə hara ola bilər ki? Daha doğrusu, cismin kölgəsi ən uzundur. Söhbət 22 iyunda ən böyük bucağından düşürsə, bu məntəqə, daha doğrusu nə istəyir? Coğrafi enlik istəyirsə, bəli, cismin yerləşdiyi coğrafi enlik olacaq 23,5 dərəcə cənub enliyi. Cavabımız D variantı. Daha sonra, hətta bax, fikir verirsiniz, kölgə burada 0-a bərabərdir. 22 iyunda axı günəş şimal tropikində zenitdədir. Ona görə ən uzun gecəsidir. Dekabrda isə kölgə yoxdur. Yoxdursa, deməli, dekabr ayında ümumiyyətlə 22 dekabrda günəş harda zenitdə olur? 23,5 dərəcə cənub enliyində zenitdə olur ki, dekabrda kölgə yoxdur. Necə ki, bizdə 22 iyunda, bax, bunu 0 verib bunu maksimuma qaldırsaydılar, məntəqə şimal tropikindən söhbət gedir. Yəni, 23,5 dərəcə şimal enliyi olacaqdı. Yazda, payızda görürsünüz, dəyişmir. Onlar yazıqlar. Heç bir qayda pozmurlar. Sadəcə 22 dekabr bilsək, qalan hər şey asan olacaq. Cavabımız 12-də D variantı. 13-cü suala baxaq. 13-cü sualda xəritə sxemə əsasən qütb gecə və gündüzlərinin müşahidə olunduğu məntəqələr. Şöyle qütb gecə gündüzləri qısaca tez-tez demək lazımdır. 66,5 dərəcədən şimalda və cənubda müşahidə oluna bilər. Şimal qütblərinə qədər. Ona görə C, Y və H məntəqələrində olacaq. C-də, Y-də və H-da cavabı A variantı. 14-cü sualda, bu da maraqlı məsələdir. Deməli, müxtəlif məntəqələrdə eyni anda günəşin üfüqdə vəziyyətinə əsasən daha qərbdə yerləşən. Yadınızda qalsın, günəş şərqdə çıxır, qərbdə batır. Ona görə də hər şərqdə yerləşən məntəqə özündən qərbdəkindən zaman baxımından irəlidədir. Gördüyünüz kimi burada günəş çıxır hələ. Burada artıq batır. Deməli, ən qərbdə yerləşən məntəqə 5-ci məntəqədir. Ən şərqdə yerləşən məntəqə burada hələ günəş çıxır, şərqdir. Daha doğrusu daha qərbdə yerləşir. Deməli, 5-ci məntəqədə artıq günəş batırsa, bu ən şərqdə yerləşir. Burada günəş hələ çıxırsa, deməli, ən qərbdə yerləşən, ən solda yerləşən məntəqədir. Bizdən də zaten onu istəyir ki, daha qərbdə yerləşən, deməli, 4-cü məntəqədə söhbət C variantından gedir. 15-ci sualda başlanğıc meridiandan 27 dərəcə şərqdə və qərbdə yerləşən məntəqələr. Uşaqlar, başlanğıc meridian 0-cı meridiandır. 27 dərəcə şərq, 27 dərəcə şərq uzunluğudur, 27 dərəcə qərb uzunluğu. Birinci təyin ilə 27 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? Bir dəfə 15, qalıq 8. Qalıq əgər 7,5-dən böyüksə nə edirdik? 1-in üzərinə 1 də gəlirdik. Eləyəcəkdik 2-ci saat qurşağı. Bəli, 27 dərəcə şərq uzunluğu 2-ci saat qurşağında yerləşir. Amma 27 dərəcə qərb uzunluğu 2-ci saat qurşağında yerləşmir. Bu 2-ni 24-dən çıxmalıydıq. 24-dən 2-ni çıxacaq, eləcə 22. Deməli, məntəqənin biri 22-ci saat qurşağıdır, biri 2-ci. Birinci şərqi istədiyi üçün cavabımız Y variantı 2 və 22 olacaq. İnanıram ki, tez-tez danışsam da bunu başa sala bilirəm. Yorumlarınızı gözləyəcəm, şərhlərinizi gözləyəcəm. Əgər həqiqətən anlayırsınızsa, başa düşürsünüzsə, sizə rahat gəlirsə, videomun davamını çalışıb
qısa bir müddətdə də olsa çəkib paylaşacağam. 16-cı sualda hansı ərazilərdə maqnit anomaliyası müşahidə olunur? Yadınızda qalsın. Elə ərazilər var ki, orada dəmir yataqları çoxdur, dəmir fezi yataqları və kompasın əqrəbi işləmir. Bax, buna deyirlər maqnit anomaliyası. Bu, bəzi hallarda düşübdür, yəni dəfələrlə düşübdür imtahana. Test toplusunda da var bu sual. Dəmir yataqları, həmişə yadınızda qalsın, filiz ehtiyatlar harda çoxdursa, orada dəmir fizi ehtiyatı harda çoxdursa, maqnit anomaliyası baş verir, kompasın əqrəbi işləmir. Cavabımız nə oldu? C variantı. 17-ci sualda. Qütb parıltısı yaranır. Qütb parıltısı uşaqlar, ümumiyyətcə günəş küləyinin elektrik yüklü hissəciklərlə yer atmosferi, ümumiyyətcə günəş küləyi yer atmosferinə daxil olarkən baş verir, deməli qütb parıltısı. Yəni 17-ci sualda cavabımız B variantı olacaq. 18-ci suala davam edirik. Günəşin üfüqdə vəziyyətinə əsasən şimal yarımkürəsində müşahidə olunan fəsilləri istəyir bizdən uşaqlar. Deməli günəş hansı məntəqədə, yadınızda qalsın, ən yuxarıda durursa, deməli yaydır. Biraz aşağıdadırsa qışdır, lap aşağıdadırsa, daha doğrusu biraz ortadadırsa yaz, payızdır, lap aşağıdadırsa bu olacaq qış fəsli. Harda? Yəni böyük, yəni məsələn qütblərdə yaşasaydıq biz, qütblərdə yaşayan əhali üçün günəş yəni maksimum bu boyda görünə bilər, bura qədər görünə bilər. Yəni qalxmır onlarda heç vaxt bu səviyyələrə qalxa bilmir. Ancaq maksimum görə bilsələr bu boyda, yəni kiçik bucaq altında görə bilirlər. Deməli burada fikir versəz, məntəqədə hansı saatda, hansı vaxtı diqqət eləsək, deməli burada yay gün dönümüdür, yəni yay fəslidir də. Birinci gələcək, bir dəqiqə məntəqə deyir ki, şimal yarımkürəsində, şimal yarımkürəsi deyirsə, birinci məntəqə olacaq yay, düzdürmü? Yay, ikinci olacaq ortadadırsa yaz və yaxud da payızda ola bilərdi. Üçüncü məntəqə isə qışdır, cavabımız olacaq Y variantı. 19-cu sualda 10 dərəcə cənub enliyinə günəş şüaları 76.5 dərəcə bucağında düşdüyü zaman günəşin zenitdə olduğu enlik. Bayaqki tənliyimiz kimidir uşaqlar. 90 dərəcə çıxılsın, 90-ımı çox qəşəng çəkdim. 90 dərəcə çıxılsın, ümumiyyətlə telefon ekranında yaxşı yaza bilmirəm mən. 90 dərəcə çıxılsın, 10 dərəcə cənub enliyi, coğrafi enliyimiz 10 dərəcə cənub enliyidir. Günəş şüaları deməli, belə də yaza bilərik. Baxın, mötərizə ilə də yaza bilərəm mən bunu sizə. 90. Coğrafi enliyimiz 10 dərəcə cənub enliyidir. 10 dərəcə cənub enliyidir. Günəşin düşmə bucağını bilmirik nə qədər. Daha doğrusu günəş harda zenitdədir bilmirik. Ona görə toplama çıxılsın və 76-15 dərəcə. Biz də 10 dərəcə cənub enliyinə 76-15 dərəcə bucağına düşürsə, bu təbii ki, günəşlə məntəqə eyni yarımkürədə olacaq. 90-dan 76-15 dərəcə çıxıb, təzədən 10 dərəcəni çıxanda günəş harda zenitdə olmuş olacaq? Cavabımız təbii ki, olacaq. Deməli 23-15 dərəcə cənub enliyi. Cavabımız olacaq 19-da A variantı. 20-ci sualda tropik işıqlama qurşağının cənub sərhədi ilə Bakı arasında məsafə. Uşaqlar, tropik işıqlama qurşağı 5 işıqlama qurşağı var. Ümumiyyətcə tropiklər arasında tropik işıqlama qurşağıdır. Tropiklərlə qütb dairələri arası mülayimdir. Qütb dairələrinin qütbün arası qütb işıqlama qurşağıdır uşaqlar. Yenə cənubda da eyni qayda ilə tropiklər arası 23.5 ilə 23.5 dərəcə arası tropik işıqlamadır. 23.5 ilə 66.5 dərəcə mülayimdir. 90 ilə 66.5 dərəcə arası bu olacaq, deməli, qütb işıqlama qurşağı. Lap belə də başa salsaq. Deməli, tropik işıqlama qurşağının cənub sərhəddir. Tropik işıqlama qurşağının şimal sərhədi 23.5 şimaldır, amma cənub sərhədi 23.5 dərəcə cənub enliyinə söhbət gedir. Və Bakı şəhəri, Bakı da yerləşir 40 dərəcə şimal enliyində. Deməli, Bakı buradadır, bu da cənubda 23.5. Bunlar arası məsafəni istəyirsə dərəcəni toplayırıq. Çünki biri şimal, biri cənub yarımkürəsidir. 40 ilə 23.5 dərəcəni toplayacağıq. 63.5 dərəcə olacaq və bunu 111-ə vuracağıq. Ən qısa məsafə deyirsə mütləq deməli meridian xətti üzrə hesablayacağıq. Vuranda, yəni bir-birinə vuran 63.5-i 111-ə vuranda cavabımız eləyəcək 8048. Yox, burada deməli rəqəm uşaqlar 7048,5 eləyəcək. O da variantda yoxdur. Cavabımız burada Y variantı düşmübdür. Y variantıdır cavabımız. 7048,5 kilometr olacaq. 21-ci suala baxırıq. Çox maraqlı qəşəng suallarımızdan biridir. Sxemdə qeyd edilmiş A məntəqəsində 4 oktyabr saat 19:20 olarsa, B məntəqəsində hansı gün və saat neçə olar? Diqqətlə baxaq, deməli A məntəqəsində 4 oktyabrdır. A məntəqəsi qərb yarımkürəsində yerləşir. Hardan bildik? 180-dən, daha doğrusu şərq yarımkürəsində yerləşir. 180-dən solda yerləşəndə şərqdir, sağda yerləşəndə qərbdir. Qrinviçə baxanda əksinə götürülür uşaqlar. 180-dən sağda qərb yarımkürəsidir, qərb uzunluqlardır, şərqdə, solda isə şərq yarımkürəsidir.
Baxın, bu məntəqədə A məntəqəsində 4 oktyabrda, özdə saat 19:20-dir. B məntəqəsi bəs deyir haçandır? B məntəqəsi 170 qərb uzunluğunda yerləşir. A məntəqəsi 160 şərq. Baxaq, bunlar arasında neçə dərəcə fərq var uşaqlar? 60 ilə 80 arası 20 eləyəcək, 80 ilə 70 arası 10 eləyəcək. Bunların cəmi nə elədi bizim üçün? 30. 30-u da biz saata və dəqiqəyə çevirsək, 30 15-ə böləndə 2 dəfə düşəcək. 30. Deməli 2 saat fərqləri var. 2 saat fərq var. Amma hansı irəlidədir? Təbii ki, istənilən məntiqə. İstəyirsən buradan qərb yarımkürəsinə keç. Yenə də deməli burada uşaqlar 19-20 olsa da, bura daha şərqdədir. Günəş də buradan başlayıb dövr eləyib keçir. Fərq yoxdur. Yəni 19-20 buradadırsa da, B məntəqəsi bundan 2 saat irəlidə olacaq. 21-20 olacaq. Bəs deyəcəksən müəllimə, günəş şərqdə çıxır, qərbdə batır. Necə oldu? Bəs burada 160 şərq uzunluğunda 19-20-də bu artıq vaxt baxımından bizdən irəlidə oldu axı. İrəlidə deyil. Burada 4 oktyabrdirsa, digər məntəqədə hələ 3 oktyabrdır. Deməli, bir gün daha geridədirlər. Cavabımız olacaq 20 idi. Hə, 21-20 olacaq. Deməli, və 3 oktyabr olacaq. Yəni 3 oktyabr elədi. Baxmayaraq 2 saat bizdən qabaqdadılar, amma bir gün geridədirlər. 22-ci sualda deyir ki, xəritə sxemində qeyd edilmiş məntəqələrin yerləşdiyi saat qurşaqları və məntəqələr arasında yerli vaxt fərqini istəyir. Saat qurşaqlarını təyin etmək üçün uşaqlar. Deməli, A məntəqəsi yerləşir. Burada tapsaq A məntəqəsi 90, yoxsa 60. A məntəqəsi 60 dərəcə qərb uzunluğundadır. B məntəqəsi isə yerləşir 60 dərəcə şərq uzunluğunda. Hə, biri 60 şərqdə, biri 60 qərbdə. 60-ı bir dəfə böləcək. İkisinə də, yəni 15-ə böləcək, 4 düşəcək. B məntəqəsi şərqdədir deyə, elə 4-cü saat qurşağıdır. Amma A məntəqəsi qərbdə yerləşdiyi üçün 24-dən 4 çıxmalıyıq. Bu da eləcək 20-ci saat qurşağı. Bəs aralarında neçə dərəcə fərq var? 4 bu tərəfə, 4 bu tərəfə, 8 dərəcə fərq olacaq. 22-ci sualımızın cavabı elə A variantıdır. A 20-ci, B 4-cü saat qurşağı, aralarında 8 saat vaxt fərqi olacaq. 23-cü sualda deyir ki, qış gün dönümü günü 30 dərəcə şimal enliyində günəş şüaları neçə dərəcə bucaq altına düşər? Demişdik ki, 90 dərəcə çıxılsın coğrafi enlik. Coğrafi enlik 30 dərəcə şimal enliyidir. Qış deyirsə, məntəqə şimaldadır, günəş cənubdadır. Fərqli yarımkürə olduğu üçün 23.5 çıxır. Əgər eyni yarımkürədə olsaydı toplayacaqdıq. Yay gününün dönümü desəydi toplayacaqdıq. Və bunları da çıxanda cavabımız edəcək 36.5 dərəcə çıxmanı seçdik bu arada. 36.5 dərəcə 23-cü sualımızın cavabı olacaq. 24-də mülayim işıqlama qurşağında yerləşən ölkələri istəyir bizdən. Mülayim işıqlama qurşağı bayaq dedik. Tropiklərlə 23.5 dərəcə tropiklə 66.5 dərəcə şimal enliyi və yaxud da 23.5 dərəcə cənub tropiki ilə 66.5 dərəcə cənub enliyi arasında yerləşir mülayim işıqlama. Deməli, tropiklər arasında yerləşən ölkə ola bilməz. Biz bilirik ki, Türkiyə. Türkiyə şimal tropikindən yuxarıda yerləşir. Elə belə baxanda Monqolistan sırazı, yəni dərhal görmək mümkündür də. 2, 3. Bir də Argentina. Baxmayaraq Argentinanın dairəsi yaman böyük oldu. Argentina cənub tropik xətti kəssə də uşaqlar, yəni bir tərəfi mülayimdir, bir tərəfi tropikdə. Ona görə cavabımız olacaq 2, 3 və 6. Digər məntəqələr 23.5 dərəcələr arasında yerləşdiyi üçün tropik işıqlanma qurşağına aid ediləcək. 25-ci sualda qütb ulduzunun müşahidə olunduğu məntəqələr. Qütb ulduzu biz bilirik ki, şimal deməli ekvatordan yuxarıda. Ekvatorun özündə belə düşmür ha. Ekvatordan yuxarıda 90 dərəcəyə qədər. Çünki qütb ulduzu deməli 90 dərəcəli belə deyək də qütbün üzərində yerləşir. Qütbün düz üzərində 90 dərəcə bucağına düşür. Hansı məntəqədə yerləşirsə, hansı məntəqədə o dərəcə bucağına düşəcək. Məsələn, Bakıya qütb ulduzunu desə, Bakı 40 dərəcə şimal enliyində yerləşir. Deməli, qütb ulduzu neçə dərəcə bucağına düşəcək? Elə 40 dərəcə bucağına düşəcək. Hansı coğrafi enlik deyirsə, o dərəcə bucağına da düşəcək. Qütb ulduzunun müşahidə olunduğu deyirsə, deməli biz seçəcəyik şimalda olunduğu, şimal yarımkürəsində müşahidə olunanlar. Məsələn, Madaqaskar adası cənubda yerləşir. Düzdür? Biz onu seçə bilmərik. Yaman Xəzər sahili ovalığı seçərik. Siciliya adası şimalda yerləşir, seçərik. Böyük su ayrıcı cənubdadır, seçə bilmərik. La Plata körfəzi cənubdadır, amma Orinoco ovalığı da şimalda yerləşir. 2, 3, 5 sualımızın cavabı olacaq. 26-cı sualda qütb gündüzlərini müşahidə. Qütb gündüzləri ancaq 66.5-dən şimalda və 66.5-dən cənubda yerləşən ərazilərdə. Novosibir adası, bəli, 66.5-dən şimaldadır. Viktoriya adası, bax, təxminin buralardadır. Bu da, Novosibir də burada və Antarktida materikində hər halda yerini bilirsiniz. Deməli, 3 məntəqədə, 1, 2, 3-cü məntəqələrdə qütb gündüzləri və yaxud da qütb gecəsi desə, yenə də eyni vəziyyətdə seçə bilərdik. 27-ci sual və sonuncu deyəsən, sonuncu qapalı sualımızdır.
Saat qurşaqları 4, 13 və 23. Bunu bilirəm ki, artıq əzbər bilirsiniz. 4, 12, 12-yə qədərdirsə, olduğu kimi 15-ə vuracaq. 60 dərəcə şərq uzunluğudur. Bizdən nə istəyir bizdən? Saat qurşaqlarını istəyir də, düzdür? Deməli, 4-cü saat qurşağı 65 dərəcə şərq uzunluğunu götürə bilərik. İlla da 60 olmalı deyil. 67.5 ilə biz bayaq dedik, axı 75.5 şərqə də, 75.5 çıxanda da yenə də 4-cü saat qurşağıdır, fərqi yoxdur. Deməli, 65.5 1-ə C deyə bilərik. 2, 23, 13-dür. 13 isə 24-dən 13-ü çıxacaq, çünki qərb yarımkürəsi deyir uşaqlar. 9-u 15-ə vuranda 135 eləyəcək. Sırf 135-in özünü, yəni variantlarda görməyə bilərik. Biz dərhal mən dediyim o üsuldan istifadə edə bilərik. 170 qərbdə, 162 qərbdə. Bax, bu ikisi də burada yerləşə bilir. Bax, o aralığı tapmaq üçün nə edirik? Bir dəfə 7.5 gəlin, bir dəfə 7.5 çıxın. Özünüz görəcəksiniz ki, o aralıqda yerləşən məntəqələr 170 və 162 qərbdir. Və 23-cü saat qurşağını istəyir. Bayaq tapmışdıq 23-cü saat qurşağını, onsuz ki, tapaq. 24-dən 23-ü çıxacaq. Düşəcək 1, 1-i vuranda 15-ə eləyəcək 15. Bir dəfə 7.5 şərq, bir dəfə 7.5 qərb. Bu da eləyəcək D və Y variantları. Üçüncüyə 27-də Y-yə baxaq, 25 qərbdir, yox. Bu 22.5-dən böyükdür deyə 25 qərb götürəm. Bu artıq ikinci saat qurşağıdır. Ona görə təkcə 18 qərb uzunluğu olacaq. 1C, 2AB, 3D variantı olacaq. 28-ci suala baxaq. Deyir ki, yay gündönümü günəş günü, yay gündönümü şimal sərhədindən günəş şüaları 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlama qurşağında gündüz uzun, gecə isə qısa olur. Söhbət hardan gedir? Söhbət, indi özünüz də məsələni həll eləyəndə deyir ki, mətnə əsasən coğrafi enliyi və işıqlama qurşağını müəyyən edin. Birinci coğrafi enliyini müəyyən etməliyik və işıqlama qurşağını müəyyən etməliyik. Deməli, burada hesablayacaq 90 dərəcə çıxılsın, 47 dərəcə bucağından düşürsə 47 çıx, 23.5 dərəcə bərabərdir. Söhbət burada çıxandan sonra qalır 66.5. Biz də bilirik ki, 66.5 isə deməli, söhbət mülayim işıqlama qurşağından gedir və şimal mülayim işıqlama qurşağındadır və coğrafi enliyi 66.5 dərəcə şimal enliyidir. 28-də 1-də olacaq 66.5 dərəcə. İkinci sualın cavabı nə oldu? Şimal mülayim işıqlama qurşağı. 29-cu sualda deyir ki, mətnə verilmiş işıqlama qurşağında, yəni şimal mülayim işıqlama qurşağında deyir ki, qurşağından şimalda və cənubda yerləşən işıqlama qurşaqlarını yazın. Deməli, şimal mülayimdirsə uşaqlar, bura şimal mülayim, yəni 66.5 şimal mülayimdirsə, bundan yuxarıda yerləşəcək şimal qütb, aşağıda nə yerləşəcək? Artıq deməli şimal tropik. Şimal tropik, ümumiyyətcə tropik işıqlanmada, şimal deyəndə tropik işıqlanma. Tropik işıqlanma qurşağı bir dənədir. Bunu bir daha başa salım. Düşünün ki, belə bir şeydir. Deməli, bax, bura 66.5 dərəcədir. Deməli, buradan cənubda, cənub tropiklərin kəsdiyi yerdə tropik işıqlanmadır. Düzdür, 23.5-lər arası bayaq demişdik. 23.5-lər arası olacaq tropik. Bura olacaq mülayim, yaza bilmirəm. Burada olacaq qütb işıqlanma. Deməli, bu məntəqələr olacaq. Mülayim işıqlanma qurşağından yuxarıda olacaq şimal qütb, aşağıda olacaq nə? Tropik. Yuxarıdakı şimal qütb özündən yuxarıda. Özündən aşağıda da olacaq tropik. Sonra və 30-cu suala baxaq. Xəritə sxemə əsasən mətnə verilmiş işıqlama qurşağında yerləşən ölkələr istəyir. Xəritədə biz mətndə bildik ki, şimal mülayimdən söhbət gedir. Uşaqlar, şimal mülayim işıqlama qurşağına. 47 dərəcə şimal enliyi şimal mülayim işıqlama qurşağıdır. Bayaqlar tapdıq 47-ni. Necə tapdıq? Bir daha deyirəm. 90 dərəcə çıxılsın. Coğrafi enliyi bilmədik. Çıxılsın 23.5 dərəcə bərabərdirsə 66.5 dərəcə və oradan tapdıq ki, söhbət 47-dən gedir. Adi bir tənlikdə həll elədik. Demək, bu şimal mülayimdən söhbət gedir, mülayim işıqlanma qurşağından gedir və bu işıqlanma qurşağında yerləşən məntəqələr şimalda yerləşən 1, təbii ki, 1, 3 və 6 olacaq da. 5, 2, 4 bəs hansı işıqlanma qurşağındadır? Və burada şimal tropik xətti təxmini çox yuxarıdan gedir, buradan keçir. Biz onda götürərdik, biz onları tropik işıqlanma qurşağında götürə bilərdik. Amma 2 tropik işıqlanma və ekvatordan keçir. Təsəvvür edin ki, şimal tropik xətti çox bərbad vəziyyətdə çəkdim. Şimal tropik xətti təxmini buradan keçəcək. Cənub tropiki buradan keçəcək. Deməli, hamısı yerləşir harda? Tropik işıqlanma qurşağında.
Suallarımız bu qədər. Növbəti sualımız 3-cü sınaq olacaq. Yəni növbəti dərsimiz 3-cü sınaq olacaq. Paylaşacağam. Hər birinizə uğurlar arzulayıram. Əgər həqiqətən də bu dərslərə ehtiyacınız varsa, abunə olmağı, bəyənməyi unutmayın və mənə rəylərdə, şərhlərdə mütləq bildirin ki, biz həqiqətən buna ehtiyacımız var. Bizə yeni videolar paylaşın. Hər birinizə uğurlar. Sağ olun.